tutalım ki cavanlığında indi bu gençler görürsən oxuyur xal axtarıram. Bak bunlar salaklarım, bunların artıq evlatları ya özləri ya evlatları bədbəxt olur da. Çünki dillərinə yəyirlik elə bilmirlər, addımlarını ata bilmirlər, anlamırlar ki, Allah hər baxışdan baxan nurdur, hər bir kəsi hərəkətə gətirən ruh Allahın zərri. Bunu anlamırlar. Nə gəldi deyirlər. O deyilənlərin də dalında belə cəzalar bitir. Başa düşdün? İndi gələcəkdə bir yekə kişi olacaq da. Sabahda onun kızını hala kimi aktaracaklar, gelini aktaracaklar, sataşacaklar, bədbəxt eləyəcəklər. Çünkü bunu əkir axı, anlamır. Əkəki gedir. Bugün yaşlı kişiler var ki, cavanlığında neler edib, onun evladı bədbəxt olacaqdır. Çünkü bədbəxtçiliyə əkib axıb. Kimisə bədbəxt eləyib, kimisə sataşıb orada qoyub gedib, kimisə aldadıb gedib, indi onun evlatları ödəyəcək onu. Budur da. Düzdür, ağırdır, acıdır, ama yizdirilir insanı. Son nöqtəsinə kimi.